اللهم عجل لبلیک الفرج اللهم عجل لبلیک الفرج ای gizlinde ağlayan hale aleme ey ummid aleme ya sahib zaman. Bugün Həzrəti İmam Zaman Əleyhisselamın mübarək mövlud günüdür. Bugün münasibəti ilə bütün xalqımızı təbrik edirik, bütün dünya müsəlmanları təbrik edirik. Həzrəti İmam Zamanın gəlişi Quran-ı Kərimin vədidir. İmam Zaman əleyhissalam yer üzündə nicat verən şəxsdir. Allah tərəfindən risalətin tamamını tamamlayacaq. Minnət ya Məhdi, gəl Mevla bəlkə sultanlar, şahlar etsünlər sənlə beyət ya Məhdi. Allahumma əcil liveliyyekel ferac Allahumma əcil liveliyyekel ferac Allahumma əcil liveliyyekel ferac Allahumma əcil liveliyyekel ferac. Dergahinde min Züleyxa olmuş keniz eşkün Yusuf'i edib alemde aziz ey gıybette gizlenen nur-i sermedi tekmil etti gıybetün dini Ahmedi. Allahümme accil liveliyyekel ferac Allahümme accil liveliyyekel ferac Allahümme accil liveliyyekel ferac Allahümme accil liveliyyekel ferac. Səslənir əl-əcəl aləm sənsiz yandırdı aləmin aləm sənsiz yox şiə dərdinə mərhəm sənsiz gəl sahibsiz qalıb pərçəm sənsiz sən Zəhra balasısan heyranün fələk sən dünya ağasısan dərbanün mələk sən həq sən həqiqəti aləm səndədir çün sən məəlləhu Allahu mək. Allahın salamı və rəhməti olsun üzərinə və onun əhli beytinə. Allah bizi İmam Zaman əleyhissalamdan ayrı salmasın inşallah. Liveliyyekel ferac Allahümme accil liveliyyekel ferac Allahümme accil liveliyyekel ferac